Kəşfiyyatımı zəbt edən İskəndər dönəri mən də hazırladım. Bu da özel olaraq mənim təqdimatımda İskəndər pizza. Bilirəm, biraz qəribə səslənir, amma mən insanlardan fərqlənməyi çox sevirəm. Eyni resept olsa belə özümdən nəsə qatmalıyam. İncəsənət insanların qanında var fərqlilik. Hayda, əlci almaq yadımdan çıxdı. Əşi, özüm zəhərlənirəm onsuz da. Qarışdırdığımız ətləri yağlı listə əlavə edirik. Daha sonra üzərini örtüb yayırıq. Ardından qışdan salamat çıxan xalça kimi örtürük. Fərqliliyi deyəndə tovuğu da nəzərdə tuturdum. Çünki tovuqla bişirən heç yerdə görməmişdim. Ortaya pomidor, biber və sarımsaq əlavə edirik. Bunlardan pizzanın sosunu da hazırlayacağım. Xəmirə bax, maşallah, 9 aylıqdır elə bir. Sobada pişən pomidorumuzun birini götürüb pizzamızın sosunu düzəldirik. Hazırladıklarımın hamısını açıqlama bölməsində qeyd edəcəm. Və son olaraq xəmiruşkamızı açıb pizzamızı düzəldirik. Sosumuzu əlavə edib ilk öncə 10 dəqiqə pişməyə qoyuruq. Ən maraqlı məqamı, ətlərimiz hazırdır. Dadı həqiqətən gözəl idi, amma çəkdiyim əziyyətə dəyməz. Tovuq tam pişməmişdi, onsuz da pizzanın üzərində yenidən pişəcək. Hər ikisinin dadına baxmaq üçün yarısını ətli, yarısını isə tovuğu düzəltdim. Üzərinə biraz da pendir səpib qoyuruq pişməyə. Uf, gözəlliyə baxın. Pişmiş pomidor və istiotumuzu da üzərinə əlavə edib nuş edirik. Yarpaq dolmalı pizza şokundan sonra bu da sizə İskəndər pizzası. Videolarım qarşınıza bir daha çıxmaya bilər. Bunun üçün səhifəmizi izləyib dəstək olmağı unutmayın. Hələlik.